Salam hörmətli izləyicilər. Bugünkü videomuzda belə bir maraqlı məhlul məsələsinə baxacağıq. Duzluluq faizi 75% olan 40 kiloqram məhlula 2 kiloqram duz və bir qədər su əlavə edilərək duzluluğu 25% olan məhlul əldə edilmişdir. Məhlula nə qədər su əlavə edilmişdir? İlk öncə bilmək lazımdır ki, məhlul məsələləri üçün düsturumuz var. M1 vurulsun P1 üstə gəlinsin. M2 vurulsun P2 bərabərdir. M1 plus M2 vurulsun P'ye. Burada M1 birinci məhlulun kütləsi, M2 ikinci məhlulun kütləsi. P1 birinci məhlulun faizi, P2 isə ikinci məhlulun faizidir. Burada ümumi P isə əldə olunmuş yeni məhlulun faizidir. İlk öncə məhlulumuza 2 kiloqram duz əlavə olunmuşdur. 2 kiloqram duz əlavə olunduqdan sonra baxaq ki, məhlulumuzun faizi necə dəyişmişdir. 75 faizli 40 kiloqram məhlula. Deməli, P1-imiz 75-dir, vurulsun M1-imiz 40-dır. 40. Üstə gəlinsin 2 kiloqram. M2-miz 2-dir, P2-miz isə duz dedikdə yadımızda bunu saxlayaq. Həmişə 100% götürürük P2-nin yerinə. Əgər su dəyərsə bunu 0% götürürük. Çünki suyun tərkibində duz yoxdur. Faiz nəyi göstərir məhlulun tərkibində? Onun içərisindəki duzun miqdarını. Tam duzdan ibarət olanda onun faizi 100% olur. Sudan ibarət olanda isə 0% olur. Ona görə biz bura duz əlavə etdiyimizə görə 100% götürürük. Bərabərdir. M1-imiz 40-dır. M2-miz 2-dir. Vurulsun P. Hələ ki bu P-ni bilmirik. Bu P-ni tapmağa çalışırıq. 75 vur 40 bölür 3000. Üstə gəlsin 200 bərabərdir 42 P-yə. Bu da P də buradan bərabərdir 3200 bölünsün 42-yə. Tam bir cavab alınmır. Çünki hələ məsələmizin davamı var. Davamında nə edirik? Davamında bizə deyir ki, bir qədər də su əlavə edilmişdir. Deməli, bu yeni alınan məhlulumuzun faizi bu qədərdir. 3200 bölünsün 42-yə. Niyə görə ixtisar aparmadım? Çünki sonda indi bizə lazım olacaq. İxtisar özü gedəcək. 42-nin özü ixtisar gedəcək. Yeni alınan məhlulumuzun faizi bu qədərdir. Deməli, 3200 bölünsün 42 faizli məhlulun miqdarı nə qədərdir? 42 kiloqram. Niyə görə? 40 kiloqram var idi, 2 kiloqram üzərinə duz əlavə etdik. P1-imiz burada artıq 3200 bölü 42-dir. M1-imiz isə 42-dir. Üstünə gəlinsin. Nə əlavə edirik üzərinə? Su əlavə edirik. Ona görə M2-miz məlum deyil, M2 qalır. Çünki bir qədər su dediyinə görə. P2-miz isə 0%-dir. Burada qeyd eləmişdik ki, su götürüləndə üzərinə 0%-dən götürürük. Bərabərdir. M1-imiz 42, üstə gəlinsin, M2-miz məlum deyil. Nə qədər məhlul alınsın deyir, neçə faizli? 25%li məhlul alınsın. Ona görə P-nin yerinə yazırıq 25. Bunu həll edək. Burada dedik ki, yuxarıda niyə görə ixtisar aparmamışdım? 42-lər özləri ixtisar gedəcək. 42 ilə 42 ixtisar gedir. Qalır 3200 üstə gəlinsin. Bu bizə verir 0 bərabərdir. Vurub açanda 42-ni 25-ə vuranda alırıq 1050. 1050 üstə gəlsin 25 M2. 3200-dən də 1050-ni çıxanda 3200-dən 1050-ni 0, 5, 1, bu da 1. Bu da 2. 2150 bərabərdir 25 M2-yə. 25 M2-yə. Buradan da M2-miz bərabərdir. M2-miz bərabərdir. 2150-ni 25-ə böləndə M2 bərabərdir 86 litr su. Yəni burada kiloqramla götürülüb məsələdə 86 litr su əlavə etmək lazımdır ki, 25%li məhlul alınsın. Bu qədər hörmətli izləyicilər.
Növbəti videolarda görüşərik. Bəyənməyi və kanala abunə olmağı unutmayın.